quzu ətinin bahalaşması. Dəyərli dostlar, bu günləri mətbuatda bir yazı gedib ekspert, demək, Sübut müəllim təqdim edəcək, həmin eksperti deyir ki, quzu ətinin 32 manat olmasına səbəb Milli Məclisdə hansısa bir qanunun, qərarın səsə qoyması filan. Ümumiyyətlə 32 manata quzu əti varmı? Sortla 32 manata var yoxsa yox? Mən Aqil bəy, siz yazın dostlar, neçə alırsınız? Əyalatlarda, regionlarda, Bakıda sonunuz dəfə neçə alırsınız quzu əti? Bəlkə biri də cavab verəcək, deyəcək quzu əti mən bir ildə almıram. Aqil bəy, o da ola bilər, o da istisna olunmur, amma mən sizə bir söz deyim, dəyərli dostlar, əziz tamaşaçılar, məsələ nədən ibarətdir? Demək, son vaxtlar Qida Təhlükəsizliyi Agentliyinin ət və ət məhsulları dükanlarına doğrudan da belə bir sanki səri bir yürüyüşü keçdi. Deməli, xüsusi analizlərin aparılması, ət kəsimləri yerlərində xüsusi nəzarətin gücləndirilməsi, xüsusilə də bu son vaxtlar hər illərdir biz bunun şahidik, dabaq xəstəliyi ilə bağlı bazarların hətta bağlanması, belə hallar baş verdi və yekunda nə yarandı? Manqalistandan, digər Belarusiyadan Azərbaycana quş ətinin gətirilməsi, Monqolistandan ət və iri və xırda buynuzlu heyvanların ətlərinin dondurulmuş halda gətirilməsi baş verdi. İndi bütün şadlıq evlərində, restoranlarda artıq Monqolistandan gətirilmiş dondurma, demək, iri və xırda buynuzlu heyvanların ətini yesəniz heç də təəccüblənməyin. İndi artıq belə hallar var. Siz təsəvvür edin ki, bu yaxınlarda bir video, demək, fraqmentə mən baxdım. O fraqmentdə Qida Təhlükəsizliyi Agentliyinin həkimləri, bir neçə jurnalist, operator, nə bilim, komissiya ilə bir ət kəsim məntəqəsinə yaxınlaşır və orada qeyd edir ki, ətə baxır, deyir ki, ətin sroku keçib, saxlanma müddəti başa vurub. 3 günün kəsilmiş heyvan ətini deyir ki, soyuducuda bunun saxlanma müddəti artıq keçib. Yaxşı, Monqolistandan Azərbaycana gətirilən o dondurulmuş iri və xırda illərlə qalmış heyvan ətləri, ət və ət məhsulları. Sizcə bunun vaxtı nə vaxtdan keçib? Bax, belə bir sual verirəm. Dəyərli dostlar, hörmətli tamaşaçılar, xahiş eləmək aktiv olun ki, biz də sizinlə bir yerdə bu məsələni müzakirə eləmək qabiliyyətinə malik olaq. Demək, quzu ətinin 32 manata qalxması sizcə 32 manatdır mı? Axı, bu Monqolistan ətinin gəldiyindən sonra dillər ət düşüb 5 manata. Yəni, bunun indi bizim deyəcəyimiz bu məsələlər ötən mövsümdə, bilirsiniz ki, Milli Məclisin ötən mövsümündə deməli, komitə iclaslarının birində məsələ ilə bağlı bir komitə sədri bir məsələyə toxunmuşdu. İndi mən sizin onun nəzərinizə çatdıracağım. Ondan sonra xırda buynuzlu heyvanların ətinin qalxması və oradakı görülən rəqəm, bilmirəm, o nə dərəcədə doğrudur. O rəqəmə çatması doğrudan da çox böyük təlaş və həyəcan yaratmışdı. Demək, bu barədə Qaynar Infoya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli məlumat verib. O bildirib ki, oktyabrın 21-də bazarlarda quzu ətinin 1 kiloqramının qiyməti 32 manatı ötüb. Hər gün bazarlardan məlumat alıram, satıcılar bunun səbəbini quzu ətinin kəsilməsinə qoyulan qadağa ilə əlaqələndirib. İndi quzu kəsimi ilə bağlı məşğul olan sahibkarlar qoyulan qadağa ilə, bu məsələni qoyulan qadağa ilə əlaqələndirib, indi quzu kəsimi ilə məşğul olanları yoxlayan orqanların sayı da artıb. Kimin haradasa bir cüzi vəzifəsi varsa, onlara irad tutur ki, quzu kəsmisən, bu da qanunla qadağandır. Onlar da məcbur olub, ayrı yollarla bu məsələni həll etməyə çalışırlar. Vahid Məhərrəmli, yəni ekspert, onu da qeyd edir ki, bugün imkanlı adamların quzu ətinə üstünlük verdiyini hər kəsin göz qabağındadır. Heyvan nə qədər cavandırsa, əti o qədər sağlamdır. Cavan heyvan xəstəliyə yoluxmur. Milli Məclisdə bununla bağlı təkliflər veriləndə biz onun əleyhinə çıxdıq. Dedik ki, belə qanunlar qəbul etməyin. Xatırladaq ki, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rızayev ötən mövsümdə parlamentdə
çıxışı zamanı heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsini təklif edib. Dəyərli dostlar, hörmətli izləyicilər, bax, bu məsələ doğrudan da quzu ətinin bahalaşmasına gətirib çıxardı. İnsanların sosial rifahın yaxşılaşdırılması ilə bağlı hər hansı bir qanun layihəsini işləyib hazırlamaq əvəzinə belə bir kimin ağlına və gözünə nə görüşür, onu məsələni qaldırır, deyir ki, bu belə olmalıdır. Bax, bu da doğrudan da sahibkarlığın inkişafına, heyvandarlığın inkişafına böyük zərbə vurur. Məsələnin tam ətraflı istəyirəm sizin diqqətinizə çatdırım ki, xatırladaq ki, Milli Məclisin Aqrasiya Komitəsinin sədri Tahir Rızayev ötən mövsümdə parlamentdə çıxış zamanı bu təklifi səsləndirmişdi. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi lazımdır. 7-8 kiloqramlıq quzuların, buzovların kütləvi kəsilməsi və satışı heyvandarlığın inkişafına maneədir. Bazarlarda ətin qiymətinin artmasına səbəb olur. Orta kəsim çəkisinin 2 kiloqram az olması, indi burada bir dənə xırda məqam var. Xırda da əslində. Amma görün bunun deməli arealı neçə 100 ton və yaxud da 1000 ton əti əhatə edir. Deməli orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8000 ton itki deməkdir. Dəyərli Aqil müəllim, fikir verirsiniz bu nə deməkdir? Bizdə kəsim çəkisi normadan nəinki 2 kiloqram, hətta 9-10 kiloqram azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Bax, bu fikir Tahir Rızayevin fikri idi ki, ötən parlament iclası, deməli, büdcə müzakirəsində, aqrar məsələlər müzakirəsində ötən mövsüm bunu səsləndirmişdi. Bu da quzu ətinin qalxmasına səbəb olmuşdu deyə iqtisadçı ekspert bunu onunla əsaslandırmışdı. Hansı ekspertlik iqtisadçı? Demək, Vahid Məhərrəmli. Vahid Məhərrəmli. Dəyərli dostlar, hörmətli tamaşaçılar. Əslində, bəzi əlabalar da eləmək olar, Subut müəllim. Bahalaşmaya səbəb otlaq sahələrinin fermerlərdən alınması, məmurlar tərəfindən zəbt olunması, ölü sahələrin dəyişiklər, nə bilim, əkin əkdilər, güya pambıq əkdilər, heç pambıq da effekt vermədi. Aqil bəy, gəlin götürək. Bax, Şamaxının demək bir çox əkin sahələri var ki, deyirlər bu məmurundur. Bu nə bilim keçmiş prokuror işçisinin. Bu nə bilim hansı aparat rəhbərinin qardaşınındır. Yəni bunu dəqiq deyə bilirəm. Çünki mən onu desəm ola bilər ki, məhkəmə mübahisəsi ola bilər. Çünki onun adına deyil, o kiminsə adını onu orada sənədləşdirir. Amma bu dəqiqdir. Siz məsələn bununla maraqlanan olsa, mən istiqamət də verərəm, getsin, yoxlasın, görüm o hansı məmurdur, keçmiş məmurdan söhbət gedir ki, Cənab Prezidentin də doğrudan da bu son çıxışında icra başçılarının təyinatı ilə bağlı verdiyi fərmanda ki, onları qəbul eləmişdi. Orada da qeyd elədi ki, indi əkin torpaqları məmurlar villaların əsrinə çevrilir. Yəni, harada bir əkin torpağı varsa, gedib orada böyük ərazini zəbt edib, bir villa tikdirib, 30 hektardan torpaq sahəsini zəbt edib. Yəni, bunu Cənab Prezident özü də deyir. Bax, budur bizim görünən o mənzərəmiz. Dəyərli dostlar, hörmətli tamaşaçılar, mən sizin nəzərinizə çatdırmışdım komitə sədrinin, Mədəniyyət Komitəsinin sədrinin Polad Bülbüloğlu ilə bağlı və ona əks deməli fikir bildirən demək bizim Əlisə Cabbarovun fikrini də sizin nəzərinizə çatdıracağım. Bayaq mən orada qeyd eləmişdim. Dəyərli dostlar, hörmətli tamaşaçılar, komitə sədri hökuməti tənqid etmişdi. Gələn ilin dövlət büdcəsinin kinoya vəsait ayrılmaması düzgün deyil. Belə bir narazılıq ifadə eləmişdi. Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil. Addım deyil. Xəbər verilir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və İdman, İctimai Birliklər və Dini Qurumlar Mədəniyyət Komitəsinin bugünkü birgə iclasında bildirib. Onun sözlərinə görə Azərbaycanın gözəl dünyaya səs salan film nümunələri var. Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb, düzü bunun səbəblərini bilmirəm, ancaq
hər halda kinoya heç bir vəsait ayrılmaması düzgün deyil. Çünki maliyyə vəsaitinin olmaması kino mütəxəssislərinin iş yerlərini tərk etməsinə gətirib çıxara bilər. Nəticədə kinomuz inkişaf edə bilməyəcək. Dəyərli dostlar, ola bilsin ki, komitə sədri bunu doğru əsaslandırıb. Amma əksi olaraq, demək mən sizə digər bir məsələni sizin Əlisa Cabbarovun görək kimdir, o da bu məsələyə münasibət bildirib. Demək, filmə, kino çəkilişinə ayrılan büdcə ilə bağlı və yaxud da büdcənin ayrılmamasından bağlı demək, məsələyə münasibət bildirib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və İdman, İctimai Biliklər və Dini Qurumlar Mədəniyyət Komitələrinin bugünkü birgə iclasına bildirib ki, gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb. O qeyd edib ki, gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil. Onun sözlərinə görə Azərbaycanın gözəl dünyaya səs salan film nümunələri var. Gələn il dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb. Düzü bunun səbəblərini bilmirəm. Yəni bunu belə əsaslandırmağa çalışıb. İndi demək günün səsi infoya açıqlama verən Azərbaycan Kinematografçılar İttifaqının katibi kinorejissor Əlisa Cabbarov məsələyə belə münasibət bildirib. Maliyyə Nazirliyinin açıqlamasına əsasən kinoya ayrılan 8 milyondan